إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الكلام كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Və bə'd, əziz müsəlmanlar, ən birinci özümü və sizləri Allahdan qorxmağa, təqvalı olmağa çağırıram. Təqvalı olmaq Allah Azze ve Celle'nin rızasını qazanmağa səbəbdir. Təqvalı olmaq Rəbbinin cənnətini qazanmağa səbəbdir. Təqvalı olmaq sənin dünya işlərinin asanlaşmasına səbəbdir. Əziz müsəlmanlar, və təqvada, tarixdə təqvada misal gətirilən, örnək verilən insanlar olub. Onların başında Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələri dururlar. Və o sahabələrdən bugün ikinci xəlifə, ikinci Raşidi xəlifə Ömər ibn Xattab radiyallahu anh'ın haqqında danışmaq istəyirəm. Ömər radiyallahu anhu Məkkənin gənclərindən çox qüvvətli və hörmətli şəxslərindən biri idi. Və Məkkənin əşraflarından sayılırdı. Və nə zaman ki Allah Resulü sallallahu aleyhi və səlləmə peyğəmbərlik verilir, Ömər radiyallahu anh İslamın əvvəllərində İslama düşmənçilik edən, müsəlmanlara qarşı düşmənçilik edən birisi kimi tanınır. Və bu illər bir neçə il davam edir və müsəlmanların gizli dəvəti dövründə davam edir. Və bir gün əlinə qılıncını alır, Peyğəmbər sallallahu aleyhi və səlləmin evinə tərəf addımlayır və qarşısına çıxan bir nəfər çıxır, ey Ömər, hara gedirsən deyir. Deyir, Qureyşi parçalayan Muhammədi öldürməyə gedirəm. Deyir, o zaman get birinci öz ailənə qayıt. Sən onu öldürə bilməzsən. Çünki Abdümənəf oğulları, onun əmzə olanları səndən qisas alar. Əgər edərsənsə get birinci öz ailəndən başla. Bunu eşidəndə Ömər deyir, sən kimi qəsd edirsən? Deyir, öz bacınla, öz yeznəni qəsd edirəm, bacının yoldaşını qəsd edirəm. Və bunu eşidəndə Ömər radiyallahu anh yoldan geri qayıdır, əlində qılıncla və bacısı Fatimə bint Xattabın evinə gəlir. Yoldaşı Səid ibn Zeydlə bərabər Quran öyrənirdilər həmin an. Xabbab radiyallahu anh onlara Quran öyrədirdi və Ömərin səsini eşidəndə gizlənir Xabbab. Xabbab radiyallahu anh gizlənir və əllərində olan Quran səhifələrində gizlədirlər və içəri girir, deyir, nə oxuyurdunuz? Bunlar inkar edirlər. Bu zaman Ömər öz kürəkəninin yeznəsinin üzərinə atlanır və Səid ibn Zeydi döyməyə başlayır və bacısı araya girəndə bacısını da vurur. Və bu zaman bacısı artıq bağıraraq qışqırır ki, bəli, biz İslamı qəbul etmişik, biz müsəlman olmuşuq, biz Allaha iman gətirmişik, sən bizə nə etsən də biz dilimizdən dönməyəcəyik. Və bu sözlər Ömər radiyallahu anh'a təsir edir. Ömər radiyallahu anh əli boşalır, o yerində oturur. Deyir, oxuduğunuzu mənə verin. Deyirlər ki, xeyr, səndən qorxuruq, yəni ona bir şey desən, cırarsan. Deyir, and içir ki, heç bir şey etməyəcəm. Deyirlər, yenə də xeyr, çünki sən nəcissən, müşriklər nəcisdir, get qüsul al. Və gedir qüsul alır və gəlir, bu zaman ona Quran səhifələrini verirlər. Və Tahə surəsini oxuyur. Tahə mə ənzəlnə aleykəl Qur'anə litəşqa. Tahə, biz sənə Quranı nazil etdik ki, sən bədbaxt olmayasan. Ömər radiyallahu anh bu ayələrdən təsirlənir. Və bunu görəndə Xabbab radiyallahu anh da çıxır. Və ona İslamı anladır. Deyir, məni Muhammədə götürün. Və onu Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gətirirlər. Və qapıda çatanda müsəlmanlar təlaşa düşürlər. Müsəlmanlar təlaşa düşürlər ki, Ömər buraya gəlib. Çünki hər kəsi onun İslama olan ədavətini bilirdi. Rasulullah sallallahu aleyhi və səlləmin yanında da Həmzə radiyallahu anh var idi. Həmzə radiyallahu anh deyir, buraxın gəlsin. Xeyr üçün gəlibsə, nə gözəl. Şər üçün gəlibsə, öz qılıncı ilə öz başını kəsərəm.
Və Peyğəmbər sallallahu aleyhi və səlləmizə rahat idi, təbəssüm edirdi. Çünki Rasulullah sallallahu aleyhi və səlləm Rəbbinə dua etmişdi. Allah azə və cəllədən istəmişdi ki, Allah azə və cəllə də onun duasını qəbul etdiyini ona xəbər vermişdi. Çünki Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, Allahumma əizzəl İslam bi əhəbbə hədeyni rəculeyn əl-Öməreyn. Bu iki Allah'ım bu dini bu iki Ömer'den biriyle izzetlendir. İki Ömer'den birine hidayet ver. O iki Ömer kim idi? Ömer bin Hattab ile Amr bin Hişam, yani Abu Cehl idi. Yani ikisinden birine hidayet ver diye Resulullah sallallahu aleyhi ve sellem dua etmişti. Allah da onun duasını kabul ettiğini ve Ömer bin Hattab'a hidayet verdiğini ona haber verir. Ve Resulullah sallallahu aleyhi ve sellem rahatsızlıkla değil onu içeri bırakın. Ve Ömer radıyallahu anh içeri gelir. Resulullah sallallahu aleyhi ve sellemin karşısında dayanır. Peygamber sallallahu aleyhi ve sellem ayağa kalkır. Düz onun karşısına gelir. Deyir, ne için geldin ey Ömer? Ömer radıyallahu anh deyir, ya Resulallah, İslam'ı kabul etmek için geldim. Müslüman olmak için geldim. Ve bu zaman Peygamber sallallahu aleyhi ve sellem tekbir getirir. Onun tekbirine bütün Müslümanlar tekbir edir. Ve ev ehli, herkes tekbir edir ve onun sesini tam Mekke'nin vadilerinde bile o tekbirler eşitilir. Ve Ömer radıyallahu anh İslam'ı kelime-i şehadet getirerek İslam'ı kabul edir. İslam'ı kabul ettikten sonra deyir, ya Resulallah, neçə nəfərik? Peygamber sallallahu aleyhi ve sellem deyir ki, seninle 40 olduk ey Ömer. Müslümanların sayı 40 nəfərə çatır. Deyir, ya Resulallah, o zaman Kabe'ye gedək, Kabe'de namaz qılaq. O güne kadar Müslümanlar Kabe'ye yakın gidebilmirdiler. Müşrikler onlara izin vermirdiler. Ve Ömer radıyallahu anh 40 nefer Müslümanla Kabe'ye gelir ve Kabe'de cemaat şeklinde ilk defa namaz kılırlar. İbn Mesud radıyallahu anh diyor ki, Allah azze ve celle İslam'ı Ömer'in İslam'a girmesiyle Müslümanları izzetlendirdi. O sağ olduğu müddette Müslümanlar izzetli kaldılar. Ve Ömer radıyallahu anh İslam'ını açık aşkar elan eden, Kabe'de elan eden ve Kabe'de Müslüman olan kimi açık şekilde korkmadan namaz kılan sahabeydi. Ve İslam'a canıyla, malıyla hemşe yardım etti. Peygamber sallallahu aleyhi ve sellemin daima yanında oldu. Ve Allah Resulü sallallahu aleyhi ve sellem artık hicret emrini verdikten sonra herkes Medine'ye hicret etsin dedikten sonra Ömer radıyallahu anh, tabii ki Müslümanlar gizli hicret edirdi. Gizlice köçürdü. Mekke müşrikleri hicrete izin vermirdiler. Hicret etmek isteyenleri tutup saklayırdılar. Tek açık aşkar hicret eden sahabe Ömer radıyallahu anh olur. Kabe'ye gelir. Herkesin gözü karşısında 2 rekat Kabe'de namaz kılır. Ben hicret edirəm, Medine'ye köçürəm diyerek elan edir müşriklerin karşısında ve bu şekilde Medine'ye hicret edir. Ömer radıyallahu anh Peygamber sallallahu aleyhi ve sellemle beraber bütün dövüşlerde iştirak etti. Bedir'den tutmuş Tebuk'a kadar bütün savaşlarda Resulullah sallallahu aleyhi ve sellemin yanında oldu. Malıyla, canıyla Allah'ın dininin yayılmasına yardım etti. Onun fezileti hakkında Peygamber sallallahu aleyhi ve sellem'den ne kadar hadisler var. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, her bir menden sonra eğer peygamber olsaydı o Ömer olardı. Bakın gör Ömer radıyallahu anh'ın fezileti hakkında ne de Resulullah sallallahu aleyhi ve sellem şerefli bir söz değil. Menden sonra nebi olsaydı o Ömer olardı. Ve başka hadisinde buyurur ki, sizden önceki ümmetlerde mulhemler var idi, ilham verilmiş insanlar var idi. Yani melek gelmeden, peygamberlik verilmeden onlara ilham verilen, hakkı söyleyen insanlar var idi. Benim ümmetimden olsa o Ömer olar. Ve bu yüzden de Ömer radıyallahu anh doğrudan da mulhem idi, ilham verilmiş insan idi. Ne kadar meselelerde vehye muvafık olan sahabeydi. Ömer radıyallahu anh gelir deyir, ya Resulallah, belki İbrahim megamı ümre ettiğimiz, hac ettiğimiz zaman İbrahim megamını özümüze namazgah götürək. Ve Kur'an-ı Kerim'den Ömer radıyallahu anh sözünden sonra ayet inir. وَاتَّخِذُوا مِنْ مَقَامِ İbrahim musalla. İbrahim megamını özünüze namazgah götürün. Deyir ki, ya Resulallah, belki kadınlarına, Müslüman kadınları emredesen hicab takalar, örtüneler. Bu hicab ayeti nazil olur. Bakın, ve sonra Ömer radıyallahu anh deyir, ya Rabbi, içkinin hükmünü bize açık aşkır beyan et. Ve içkinin haramlığı barədə ayə nazil olur.
ve Ömer radiyallahu anh'ın vəhyə müvafiq olması barədə alimlər müstəqil kitablar yazıblar. Onun nə qədər məsələlərdə vəhyə müvafiq olması, haqqı söyləməsinə misallar yazıblar. Hətta onun xilafəti dövründə də olub ki, Ömər radiyallahu anh iştihad etməsilə vəhyə müvafiq olur. Hicrətin 17-ci ilində Ömər radiyallahu anh xilafəti dövründə Şamın fəthinə gəldiyi zaman Şama yaxınlaşır, eşidir ki, Şamda o vaxtın tarixin ən dəhşətli taunlarından olan 639-cu ilin məşhur taun xəstəliyi yayılır. Və Ömər radiyallahu anh dayanır, Şama girmir və sonda buradan qərar verir ki, geri qayıtmaq lazımdır. Bəzi müsəlmanlar etiraz edirlər ki, ey əmrəl-müminin, artıq Şamın qapısına yaxınlaşmışıq. Bu qədər yaxın olduğumuz halda necə biz Şama girməyək, Şamı fəth etməyək? Ömər radiyallahu anh'ın qərarı kəsin olur. Xeyr, geri Mədiniyə qayıdırıq. Hətta Abu Ubeydə radiyallahu anh'ı cənnətlə müjdələmiş sahabə deyir, Şam ordusunun sərkərdəsi deyir, ey möminlərin əmri, Allahın qədərindən mi qaçırsan? Ömər radiyallahu anh deyir, bəli, Allahın qədərindən Allahın qədərinə qaçıram. Və o məclisdə iştirak etməyən Əbu Musa Əş'ari radiyallahu anh sonradan məclisə gəlir, qərarı eşidəndən sonra təkbir gətirir, deyir, Subhanallah, mən bu haqda Peyğəmbər sallallahu aleyhi və səlləmdən hədis bilirəm. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, əgər taun bir şəhərdə olarsa oraya girməyin, sizin olduğunuz şəhərdə olarsa siz o şəhəri tərk etməyin. Xəstəliyin yayılmaması üçün Rasulullah sallallahu aleyhi və səlləmin əmridir. Ömər radiyallahu anh iştihadı ilə həmin əmrə müvafiq olmuşdur. Ömər radiyallahu anh fəziləti haqqında hədislərdən biri də Peyğəmbər sallallahu aleyhi və səlləm onu cənnətlə müjdələməsidir. Rasulullah sallallahu aleyhi və səlləm yanına daxil olmaq istədikdə ona deyir ki, ona izin ver və onu cənnətlə müjdələ. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, 10 nəfər cənnətlikdir. Onlardan biri də Rasulullah sallallahu aleyhi və səlləm ikinci olaraq Ömər radiyallahu anh zikr edir. Başqa bir hədisdə onun cənnətdə olmasını Peyğəmbər sallallahu aleyhi və səlləm yuxusunda görərək ona xəbər verir. Deyir, biz bilirik ki, Peyğəmbərlərin yuxusu vəhidir. Deyir ki, yuxuda mən özümü gördüm, cənnətdə gördüm. Və cənnətdə qəsrimin yanında bir qəsr gördüm. Qəsrin yanında bir qadın dəstəmaz alırdı. Və mən soruşdum ki, bu qəsr kimindir? Dedilər ki, bu qəsr Ömər ibn Xattabındır. Və mən qəsrə girmək istəyəndə Ömərin qısqanc olduğunu xatırladım və girmədim. Çünki qadını var idi. Yuxuda Rasulullah sallallahu aleyhi və səlləm yuxusunu danışır. Ömər radiyallahu anh eşidir, ağlayır ki, ya Rasulullah sənə mi qısqanacam deyir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onu həmçinin elm haqqında buyurur ki, və mən gördüm, bir dəfə başqa bir yuxusunu Rasulullah sallallahu aleyhi və səlləm söylüyor. Deyir ki, yuxuda gördüm ki, bir qədəh süd içdim və o südün artığını Ömərə verdim. Onun artığını Ömər içdi. Sahabələr deyir, ya Rasulullah, yuxunu nəyə yozdun? Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, elmə yozdum. Və o Allah Resulü sallallahu aleyhi və səlləmdən elm aldı. Onun elmini mənimsədi. O elmi insanlara çatdırdı. Ömər radiyallahu anh fəziləti haqqında olan hədislərdən biri də odur ki, Rasulullah sallallahu aleyhi və səlləm bir gün Uhudun üzərində olur. Yanında Abu Bakr radiyallahu anh və Ömər radiyallahu anh və Osman radiyallahu anh olur. O zaman Uhud dağı silkələnir. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, ey Uhud sakin ol. Sənin üzərində bir peyğəmbər, bir siddiq, 2 şəhid var. Və Allah Resulü sallallahu aleyhi və səlləm Ömər radiyallahu anh'ın şəhadətinin, şəhid olacağını bu şəkildə xəbər vermişdi. Və o da Ömər radiyallahu anh'ın ən böyük arzusuydu. Baxın, Ömər radiyallahu anh'ın məşhur bir duası var idi. Deyirdi ki, ya Rabbi, mənə Rasulullah sallallahu aleyhi və səlləmin şəhərində ölməyi nəsib elə. Və deyirdi ki, ya Rabbi, mənə şəhadət nəsib elə. Və hər kəs də bu duadan tərcüm edirdi. Niyə görə? Çünki şəhid olmaq üçün döyüşlərdə, fəthlərdə iştirak etmək gərəkirdi. Başqa yerlərdə döyüşmək gərəkirdi. Həm şəhadət istəyəsən, həm Rasulullah sallallahu aleyhi və səlləm şəhərində ölmək istəyəsən. Sahabələr bu duaya təəccüb edirdi. Və Allah azze və cəllə onun duasını qəbul etdi. Peyğəmbər sallallahu aleyhi və səlləmin şəhərində o sübh namazını qılarkən Məcusi tərəfindən şəhid edildi. Sabah namazını qıldığı zaman Ömər radiyallahu anh'a, Məcusi Əbu Lu'lu'ya Allahın cəzası, lənəti üzərinə olmuş o şəxs gəlir Ömər radiyallahu anh'ı vurur. Və Ömər radiyallahu anh'ı evinə götürürlər. Və Ömər radiyallahu anh ilk soruşur ki, məni vuran kim idi?
Məni vuran kim idi? Deyirlər ki, Əbu Lu'lu'a idi. Deyir, Allah'a həmd olsun ki, mənim ölümümü bir müsəlmanın əli ilə etmədi. Subhanallah, orada görün nəyi düşünür. Sevinir ona ki, ölümün bir müsəlmanın əli ilə olmur. Və Ömər radiyallahu anh oğlu Abdullahı Ayşə anamızın yanına göndərir. Deyir ki, mənə icazə versin iki dostumun yanında dəfn olunmağa. Və Ayşə radiyallahu anh deyir ki, mən o yeri özüm üçün saxlamışdım, lakin onu mən Ömərə verirəm. Və Peyğəmbər sallallahu aleyhi ve sellemin yanında, Əbu Bakr radiyallahu anh'ın yanında dəfn olunur. Ona görə də alimlər deyərlər ki, kim Ömərin Peyğəmbər sallallahu aleyhi ve sellemə olan nisbətini bilmək istəyirsə, onun qəbirdə, dəfində olan yerini görsün. Rasulullah sallallahu aleyhi ve sellemə necə yaxındır, dünyada və ahirətdə də o şəkildə yaxın olacaqdır. Və Ömər radiyallahu anh insanlara öz xilafəti dövründə də ədaləti ilə, haqqı yayması ilə bir misal idi. Ömər radiyallahu anh ədalətdə misal çəkilirdi. Haqq üzə haqq, ən cürətkar, həm haqq ayəsi gəldikdə dayanan sahabə idi. Bir dəfə Ömər radiyallahu anh heç zaman Allahın hədlərini aşmazdı. Allahın ayələrini çiğnəməzdi. Ona dəlil zikr etdikdə dayanardı. Baxmazdı ki, qarşısındakı insan kiçikdir və yaxud kimliyindən asılı olmayaraq haqqı ona söyləyəndən haqqı qəbul edərdi. Ömər radiyallahu anh deyir ki, insanların ən sevimlisi mənə eyiblərimi söyləyən şəxsdir. Mənə eyiblərimi söyləyən mənə ən sevimli şəxsdir deyir. Və bir gün Ömər radiyallahu anh xütbə verir. Mədinədə o zaman onun xilafəti dövründə bir məsələdən şikayət olunur. O da qadınların mehirləri artırmasından şikayət edirlər. Və Ömər radiyallahu anh bu barədə xütbə verir. Və buyurur ki, mehri baha etmək, yəni qadınların daha çox mehir tələb etməsi xeyirli bir əməl deyil. Xeyirli əməl olsaydı, Allah Resulü sallallahu aleyhi ve sellem o tələb edərdi. Rasulullah sallallahu aleyhi ve sellem nə qızları üçün, nə də zövcələrinə 12 uqiyyədən gümüş pul idi artıq, nə mehir vermədi, nə də özü mehir götürmədi. Bunu eşidəndə bir qadınlar tərəfdən bağırır ki, ey Ömər, Allahın təhdid etmədiyi, hədd qoymadığı bir şeyə mi hədd qoymaq istəyirsən? Allah azze ve celle buyurur ki, وَاِنْ أَرَدْتُمْ اسْتِبْدَالَ زَوْجٍ مَكَانَ زَوْجٍ وَآتَيْتُمْ إِحْدَاهُنَّ قِنْطَارًا فَلَا تَأْخُذُوا مِنْهُ شَيْئًا. Allah azze ve celle buyurur ki Kur'an-ı Kerim'de, eğer zövcenizi başkasıyla değişmek istəyərsinizsə, yəni boşayıp başkasını almaq istəyirsinizsə, boşadığınız qadına qantarla da olsa mehir versəniz onu geri almayın. Ya Allah azze ve celle bu ayette bəyan edir ki, qantarla da mehir vermək icazəlidir. Ömər radiyallahu anh eşidəndə ağlayır, deyir, Ömər xata etdi, qadın doğrusunu danışdı. Ya demir ki, bunu mənə bir qadın kimdir mənə inkar edir. Allah ayəsi gələndə Ömər radiyallahu anh dayanardı. Və Ömər radiyallahu anh ədaləti o şəkildə idi ki, Ömər radiyallahu anh deyir ki, Allah azze ve celle əgər İraqda bir qatırın ayağı sürüşsə, Allah azze ve celle onun hesabını məndən soruşacaq. Deyəcək ki, ey Ömər, İraqın yollarını niyə düzəltmədin, o qatırın ayağı sürüşdü deyə. Ömər radiyallahu anh ədalətin sahibiydi. Və Ömər radiyallahu anh geceleri Medine'nin küçələrini gezerdi. İnsanların ehtiyacını öğrenerdi. İnsanların sıkıntısını öğrenerdi. Onların sıkıntısını gidererdi. Ve Ömer radıyallahu anh bu yüzden adaletiyle insanlara numune idi. O Allah azze ve onun fəziləti hakkında Ali radıyallahu anh deyir ki, adalete, hakkı söylemeye misal olarsa o Ömer radıyallahu anhudur. Həsən-ül Basri radiyallahu anh deyir ki, xəlifə olmasına rəğmən Ömər radiyallahu anh libasının üstündə 12 dənə yamaq var idi. O yamaqlı paltarla gəzirdi. Şamdan bir dəfə Şamın rəhbərlərindən Bizansın rəhbərləri Ömər radiyallahu anh'ın yanına bir elçi göndərirlər. Və elçi Mədinəyə gəlir, müsəlmanların xəlifəsini axtarır. Və sonunda deyirlər ki, bax o ağacın altında yatan şəxsdir. Və Ömər radiyallahu anh yanına gəlir və görür ki, qorumasız təkcə yapıncını üstərib üzərində yatır. Bu boyda İslam xilafətinin rəhbəri bir ağac altında təkcə kölgələnir. Ömər radiyallahu anh bu idi. Ədalətiyle, haqqı söyləməsiyle bütün insanlara nümunə idi. Allah azze ve celle Kur'an-ı Kerim'de
buyurur ki, Allah Azze ve Celle diyor ki فَاِنَّ اللّٰهُ وَمَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ Allah Peygamberin dostu Allah'tır, meleklerdir ve müminlerden salih olanlardır. Hemen ayenin tefsirinde alimler buyurur ki bu ayeden maksat Ömer radıyallahu anhu'dur. Bu aye Ömer radıyallahu anh hakkındadır. O Peygamber sallallahu aleyhi ve sellemin kadınları ona karşı birleşende, çünkü Ömer radıyallahu anh birinci başta kızı olmakla bütün kadınları danlayır, onları tehdit edir. Resulullah sallallahu aleyhi ve selleme karşı çıkmanın tehlikesini beyan edir. Ona göre de Allah azze ve celle bu ayeni nazil edir. Ve Allah azze ve celle'den isteyelem ki Allah azze ve celle bize Ömer radıyallahu anh'ın adaletini nasip etsin. Aqul hadal qawl ve estağfirullah li ve lekum min kulli zam festağfiruh innehu huvel gafurur rahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiya vel murselin nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in ve ardallahum an hulefai raşidin Ebu Bakr ve Ömer ve Osman ve Ali ve ensair ashabihi ecma'in ve men tebi'ahum bi ihsanin ila yevmiddin ve ba'd. Aziz Müslümanlar, Ömer radıyallahu anh'ın fezileti barədə olan qisseler sayısı saymakla bitmir ve Ömer radıyallahu anh'ı məşhur bir qissəsini sizə danışım, bir neçə qissəsini daha doğrusu danışım. Onlardan biri Ömer radıyallahu anh'ın Şamın fəthinə getməsidir. Şamın fəthində Şamın böyükləri, Bizansın böyükləri şərt qoyurlar ki, Beytül Məqdisir, Qüdsün açarlarını müsəlmanların xəlifəsinə təslim edəcəyik. Və Əbu Ubeydə radıyallahu anh'ı Ömer radıyallahu anh'a məktub göndərir və Ömer radıyallahu anh'ı məktubu alan kimi Ömer radıyallahu anh'ı hemen köləsini də alır, 2 kişiyə bir dəvə ilə Mədinədən Şama doğru ilerləyir. Və köləsinə şərt qoyur. Deyir ki, yolda növbələşərək dəvəni minəcək. Birimiz dəvənin belində, o birimiz dəvənin üzəngisindən tutub dartacaq. Sonra müəyyən məsafədən sonra o biri dəvənin belinə, o birisi isə yerdə dəvənin üzəngisindən dartacaq. Və bu şəkildə gəlirlər Şama giriş vaxtında dəvənin belində olma növbəti kölənin, dəvəni dartma, çəkmə növbəti isə Ömərin olur. Əbu Ubeydə radiyallahu anh deyir ki, ey möminlərin əmri, sən nə edirsən? Ey mömin, bütün Şamın böyükləri səni gözləyir. Və sən bu şəkildə bir köləni dəvənin belinə mindirərək bu şəkildə girə bilməzsən, insanlar sənin haqqında nə deyər? Və Ömər radiyallahu anh tarixi bir sözünü deyir. Deyir, nəhnu qovmun ə'azzənallahu bil İslam. Biz elə bir toplumuq ki, Allah bizi İslamla izzətli etdi. وَلَوْ بِتَغَيْنَ الْاِزَّةَ فِي غَيْرِ الْاِسْلَامِ اَذَلَّنَ Allah. Biz izzəti İslamdan başqa bir şeydə arasaq Allah bizi zəlil edəcək. Ömər radiyallahu anh bu idi. Onun fikri, zikri Allah azze ve celle'nin rizasını aktarmaq idi. Və Ömər radiyallahu anh'ın xilafəti dövründə, onun xilafəti zamanında İlk dəfə müsəlmanlar təqvim istifadə etdi. Ona qədər hadisələri özlərinə təqvim götürürdülər. Məsələn, fil ili, filan şeyin baş verdiyi il deyə tarixi bu şəkildə götürürdülər. İlk dəfə İslam tarixində hicri tarixini Ömər radiyallahu anhu müsəlmanlar üçün tarix olaraq seçir. Və İslam hicri tarixinin əsasını Ömər radiyallahu anhu təşkil edir. Və Ömər radiyallahu anhu etdiyi əməllərdən biri də Şam onun zamanında fəth olunur. Beytül Məqdis, Qüdüs onun zamanında fəth olunur. Allah azze ve celle istəyirəm ki, təkrar müsəlmanlara oranı fəth etməyi nəsib eyləsin. Allah onun əli ilə İraqı fəth edir. Sasani imperatorluğunu, bütpərəst, məcusi imperatorluğunu darmadağın edir. Hətta onun dövründə artıq müsəlman orduları Azərbaycana belə gəlib çatmışdılar. Azərbaycanlar İslamı yayırdılar. Onun dövründə Ərəb yarımadası artıq, Ərəb yarımadasının hər yerində artıq İslam yayılmışdı. Ərəb yarımadası tamamilə fəth olunmuşdu. Və onun dövründə gələn gəlirlər, cizyələr çoxaldığına görə və ondan öncəki xəlifələrin dövründə paylanılırdı. Ömər radiyallahu anhu sahabələrlə məsləhət edir. Deyir, mən Beytul malı, yəni indiki xəzinədarlığı, indiki Maliyyə Nazirliyini ilk dəfə İslamda Ömər radiyallahu anh təsis edir. Və ondan sonra ilk dəfə Müdafiə Nazirliyini, indi bildiyimiz Müdafiə Nazirliyini Ömər radiyallahu anh təsis edir. Yəni, əskərlərin qeydə alınması,
adlarının yazılması, yani əsgərlər üçün ayrıca bir divanı Ömer radiyallahu anh təsis edir. Buna kadar nəinki Müslümanlarda, heç kəsdə tarixdə belə bir şey olmamıştı. İlk dəfə bunları Ömer radiyallahu anh təsis edir. Onun fəzilətləri saymaqla bitməz. Və Ömer radiyallahu anh İslam üçün etdikləri göz qabağındadır. Onun əliyle minlərlə, 10 minlərlə insan İslam'a daxil oldu. Onun ədaləti dünyanın her tarafında misal olarak çekilir. Ömer adaleti diye misal olur. Ve Ömer radıyallahu anhu ve bir gün onun bir kıssasını da danışıp Ömer radıyallahu anhu'nun sahabelerle oturur. Peygamber sallallahu aleyhi ve sellem sahabeleriyle ve deyir ki aranızda kim fitneler barədə hədisi bilir. Hüzeyfe radıyallahu anh deyir ki ya Resulallah, ya emrel müminin, Peygamber sallallahu aleyhi ve sellem'in bu hadisini mi qəst ki insanın fitnesi onun malında, ailesinde olacak. Deyir, xeyr, o fitnəni qəst etmirəm. Zülmət, qaranlıq gecə kimi gələn fitnəni qəst edirəm. O fitnəni qəst edirəm. Hər kəsi bürüyəcək fitnəni qəst edirəm. Hüzeyfe radiyallahu anh deyir ki, ey əmrəl müminin, sən niyə o fitnədən qorxursan? Onunla sənin aranda bir qapı var. Çünkü fitneler barədə bütün hadisleri Resulullah sallallahu aleyhi ve sellem sir sahibi olan Hüzeyfe radiyallahu anh'a danışırdı. Ona göre Hüzeyfe'den soruşur. Ve Hüzeyfe radiyallahu anh onu diyende Ömer radiyallahu anh diyor ki Eyyuksarul bab em yufte. O kapı değil, sındırılacak mı yoksa açılacak mı? Hüzeyfe radiyallahu anh diyor ki ey emrel müminin, o kapı sındırılacak. Ömer radiyallahu anh diyor ki o zaman bir daha örtülmeyecek. Ve ravi sual verir ki Hüzeyfe'ye, sen bunu Ömer'e diyende Ömer o kapının kim olduğunu bilirdi mi? Deyir, elbette güneşin doğduğu, güneşin göyde olduğu kadar Ömer bilir ki kapı o özüdür. Onun şehadetinden sonra ümmette fitneler başladı. Onun şehadetinden sonra batıl firqələr düze çıkmaya başladı. Ömer radiyallahu anh bilir ki, ona göre dedi ki o kapı sındırılsa, yani Ömer şehit olandan sonra o kapı bir daha kıyamete kadar bağlanmayacak. Allah azze ve celle'den istəyirəm ki bizi fitneden, fitne ehlinden korusun. Allah azze ve celle bizi sahabeleri, raşidi xəlifələri doğru düzgün şekilde sevip onların yoluna uyan kullarından eylesin. Allah azze ve celle bizleri onlarla, Peygamber sallallahu aleyhi ve sellemle, onun raşidi xəlifəleriyle, Abu Bakr, Ömer, Osman, Ali ile cennette beraber eylesin. Allah azze ve celle milletimize, halkımıza hidayet versin. Allah azze ve celle hastalarımıza şefa versin. Vefat etmiş Müslümanlara rahmet eylesin. İnna Allah ya'muru bil adli vel ihsani ve ita'i zil qurba ve yenha anil fahşai vel munkar vel baghi ya'idukum la'allakum tezekkerun. Fazkurullaha yazkurkum ve eşkuruhu ala ni'amihi yazidkum ve la zikrullahi ekber. Vallahu ya'lemu ma tasna'un.